Səhər-səhər mənim çay dəmləməyim. Mənim mis çaynikim, mis yox, üzr istəyirəm, çuğun çaynikim. Çaynikin içinə birinci zəfəran atıram, bax belə, bir çimdik. Zəfəran əla bir şeydir. Zəfəran mədə-bağırsaq sistemini tənzimləyir, əsəbləri sakitləşdirir, həm də çaya bir dənə belə ləzzətli bir dənə bax belə qoxu verir, aromat verir. Dalıcan həmən çaynikə bax mən belə qurudulmuş portağal, bir də limon qabıqları atıram. Çünki bunlar ümumiyyətlə həm antioksidantdırlar, həm də insanın qanını duruldurlar. Həmçində vitamin C ilə çox zəngindirlər. Sonra gəlir kekliyotu. Kekliyotu tərzi salır aşağı, yaxşı sidik qovucudur. Ümumiyyətlə həm də adamın əsəblərini də sakitləşdirir. Həmçində əgər bir balaca xəstəliyiniz varsa, canınız azarlayıbsa, ona da kömək olacaq. Ardıcam biraz bax belə bergamotlu çay, xırda çaylardan. Buna deyəsən bayxıvı deyirlər, nə deyirlər, yəni xırda olanlardan da yarpaq olmayan. Sonra da ki, bax bu adi çaydan. Mən Azeri çay buket istifadə edirəm də. Bu çay, yəni ki, bu qədər proporsiyalar təxmini 3 nəfər üçündür. Yaxşı çay üçün sözsüz ki, yaxşı su önəmlidir. Mən artıq neçə vaxtdır bax bu sudan alıram. Bu Qəbələ Oğuz su kəmərindən azonlaşmış, minerallaşmış sudur. Özüdəki əla, yüngül sudur, yumuşaq sudur. Yəni hamımıza məsləhət görürəm. Zəng eləyirsiniz, götürürlər, hədiyyə verirlər, üstündə pompa hədiyyə verirlər. Nə vaxt istəyirsiniz götürürlər, 7-24 sifariş qəbul edirlər. Doğrudan da yəni dəyərli bir sudur. Qarlı su. Baxın bu yazıya yadınızda saxlayın. Suyumuz qeynayandan sonra çaynikdə, bax bu cürlə də süpürəm. Yadınızdan çıxartmayın, onun altındakı yanır. Yəni ki, bunun altı isti olmalıdır ki, bu dəm alsın. Bax belə suunuzu da tökdünüz, qoyursunuz bax belə qapağını, yaddan çıxartırsınız bir 7-8 dağlıq. Bax belə qəşəng, pürrəngi çayımız artıq hazırdır. Əsas çayda nədir? Su. Su yaxşı olsun. Su yaxşı olanda çay da əla olur. Qəlbdən qəlbə sabahınız xeyir olsun.